Bu taziyə günləri münasibəti ilə, bu əza günləri münasibəti ilə başda İmam-ı Zaman ağamız olmaqla hər birinizə təsliyyət diləyirəm. Allah bizləri dünya və axirət Həzrəti Hüseyn ağanın məktəbindən ayrı salmasın inşallah. Allah Müteal Kur'an-ı Kerim'de bir ayede buyurur ki, ey müminler, İttakillah, Allah'ın mukabilinde tekvalı olun. Allah'la sınırınızı koruyun. Allah'ın sınırlarından geçmeyin. Vel tenzur nefsun ma qaddemet li gadin. Öz yarınızın dərdin çəkin. Ki yarın ki kıyametin günü olacaq. Herkes öləcək, ölümü tadacaq. Özün üçün bir şey göndər öndədən. Vəttəqullah, təqvalı olun. 2 dəfə bir ayədə buyurur ki, təqvalı olun. Və la təkunu kəllezine nəsullah. O insanlar kimi olmayın ki, Allah'ı unuttular. فَاَنْسَاهُمُ أَنْفُسَهُمْ فَاَنْسَاهُمْ أَنْفُسَهُمْ Allah onlara özlerin unutturdu. İnsanlar ki Allah'ı unudurlar, Allah bunlara bir ceza verir. Bu ceza nedir? O zaman insan özün unudur. Özünü unuttuğun zaman məhv olursan. Nerede olduğunu bilmirsən. Hansı məktəbə hizmət etdiyini bilmirsən. Bir də görürsən bir Kərbəla yaranıb, sən də orada qatillerdənsən. Allah bizlərdən uzaq eləsin inşallah. İnsanın ictimai və fərdi, yəni öz məxsus işlərində və toplum içində olan işlərində qarşılaşdığı 3 hal var. Biri budur ki, insan haqla qarşı-qarşıya durur, onu anlayır, tanıyır. İkincisi budur ki, qarşındakının batil olduğunu anlayırsan. Bu da qolaydır. Haqqı da bilirsən, batili də bilirsən. Üçüncü bir hal var, çox təhlükəli haldır, çox bəlaya salan haldır. Bu şübhə halıdır. İnsan bəzən ibadət əhli olur, amma yəqin əhli olmadığı zaman şübhənin içində mahv olub əriyir, yoxa dönür. Həzrəti Əmir əl-Müminin Nəhcül Bəlağədə şübhə haqqında buyurur ki, və innəmə summiyyəti şübhətu şübhətən liənnəhə təşbihul haqq. Tuşbihul haqq. Deyir, şübhəyə ona görə şübhə deyirlər ki, o haqqa bənziyir. Bir var haqq, bir də var haqqa bənziyən. 2 gündür qonuşuruq Kərbəla haqqında. Dedik, Kərbəlada Muaviyyə bir səhnə yaratmışdı ki, şübhəli bir səhnə çıxmışdı ortaya. Zahirən Qur'anla danışırdı, Qur'anla dilin açırdı, nə eləyirdi, Qur'ana nisbət verirdi. İnsanlar qalmışdılar, ay Allah, bu Qur'andır. Biz əgər buna qarşı çıxsaq, demək ki, Qur'ana qarşı çıxmışıq. Onun üçün ən güzəli susun. Ya yanında durun, ya da susun, bir şey yapmayın. Bu şübhə zamanında insanı qurtaran huy, xüsusiyyət nədir? Müminin vəzifəsi budur ki, şübhə zamanında imanla küfrün arasında qaldığı zaman ki, ortada da bir şübhə halı çıxır ortaya, mümin gərək özün kontrol eləyib vəzifəsini təyin eləyə bilsin. Ki, mənim vəzifəm nədir burada? O insanlardan olmasın ki, Muaviyyənin zamanında deyirdilər ki, hələ bir durun, hələ bir bəkləyin, biraz vəziyyət normallaşsın, hər şey ortaya çıxsın, o zaman qərarımızı verərik. Bu fikirlə yaşayan insanlardan biri Ömər Sədidir. Bəkləyirdi, biraz ortam düzəlsin, mən qərar verəcəm.
Bir də ayıldı ki, Həzrəti Hüseynin qətli üçün göndərilən qoşunun başında durub. Orta yol yoxdur. Ya haqqın yanındasan, ya batilin yanındasan. Fəəmmə əvliyaullah. Amma Allah dostları olan insanlar fədiyauhum fi hal yəqin. Onların bu şübhə zamanında aydınlatıcısı budur ki, onların yəqini var. Onlar şübhəyə düşmürlər. %100 bilirlər Əli əgər mənim barmağımı da qılıncı ilə kəssə haqq odur. Əli yanlış iş görməz. Və dəliluhum səmtul huda. Buyurur ki, onların yol göstəricisi hidayət yönüdür. Allah dostları azmazlar. Allah dostları vazifəsinin zamanında öyrənərlər və onun içində heç bir zaman yanlış yola düşməzlər. Və əmmə ə'daullah. İkinci bir qism kimdir? Allahın düşmanları. Nə qədər dünyada Allah düşmənləri var. Allah düşmənləri fəduauhum fi haddalal. O durumda onları çağıran şey zəlalətdir, sapqınlıqdır. Ki, əgər ağıl olmasa, vay o gündən ki, insan gedər zəlalətə düşər. Onun üçün gərək insan bu halda özün tanısın. Nə qədər iş işdən geçməyib vazifəsini tanısın. Zübeyri tanıyırsınız da, çox duymuşsunuz. Zübeyir Əmir-əl-Mömininin yanında olan kölgəsi gibi idi. Yəni, hər zaman yanındaydı Əmir-əl-Möminin yanında. Əmir-əl-Möminin nə deyirdi? Deyirdi ləbbeyk. Nə deyirdi? Deyirdi ləbbeyk. Vaxt gəldi, zaman ötdü, Əmir-əl-Möminin xilafətə seçildi. Zahirən. Əvvəldə ki, elə xəlifə Əmir-əl-Möminin idi. Amma zahirən, kaç yıldan sonra gəldi xilafətə geçdi. Zübeyir bir məktub yazdı Həzrəti Əliyə. Dedi, ya Əli, bilirsiniz, Zübeyir çox sərvətli biri idi. Deyirlər, çoxlu sarayları var idi Zübeyrin. Çox parası var idi. Çox zəngin idi. Bir məktub yazdı Əmir-əl-Möminin əleyhissalatu vəssalama ki, ya Əli, bundan öncə kimin nəyi var idi, daha var. Onun kitabını bağla. Ondan işin olmasın. Amma bundan sonra için hər kim nahəq iş görərsə, onun cəzasını verir. Mən sənin yanındayam, Əli. Diqqətli olun, ha. Bu günə qədər olan kitabları bağla. Bugündən sonra hər kim zülm eləsə, hər kim haqq yesə, onun cəzasını ver, mən sənin yanındayam, ya Əli. Əmir-əl-Möminin cavabında buyurdu ki, yox. Hətta hanımlarınızın mehirləri belə dişinizin dibində olsa, onları da çəkib çıxardaram. Hətta hanımlarınızın mehirlərin belə çəkib dişinizdən çıxardaram. Zübeyir düşdü təlatına. Bir yanda saraylar, bir yanda Əmir-əl-Mömininin vilayəti. Zübeyir başladı, dedi, mən gedirəm Kəbəni ziyarət eləməyə. Əmir-əl-Möminin dedi, onlar Kəbəni ziyarətə getmirlər. Onlar gedirlər mənə qarşı qoşun toplasınlar, mənə savaşa gəlsinlər. Amma kimdir Əliyə inanan, məzlum Əli? Kim duyurdu, deyirdi, yox, Əlinin Zübeyirlə bir müşkülü var, bir problemi var. Onun üçün belə deyir. Şiələr belə, əgər ağılla hərəkət eləməsələr, əgər diqqətli olmasalar, öz imamın neyniyərlər? Məzlum eləyərlər. Məzlum eləyərlər. O zamana qədər Əlinin arxasında durmadılar. Getdi Zübeyir, qoşun yığdı, Peyğəmbərin hanımını da qandırdı, götürdü, gəldi, Cəməl savaşını açdı. Cəməl savaşı. O qədər şəhidlərdən sonra anladılar ki, vay, sən demə Əli haqlıymış.
İmam Həsən əleyhissalamı məcbur elədilər, yanında durmadılar. Muaviyyə ilə sülh elədi. Onlar ki, İmam Həsənin yanından ayrılmırdılar. Dedilər, ya muzilləl müminin, ey möminləri zəlil eləyən. Düşünün. İnsan o qədər tənəzzül eləyə ki, öz imamına deyə ki, sən möminləri zəlil eləyirsən. Gör, nə qədər məzlum imamdır. Hadisələr baş verəndən sonra anladılar həqiqətləri. Həzrət İmam Hüseyin ağa istəyirdi ki, bu olmasın. Muaviyyə lənətullahi əleyh hələ cəhənnəmə vasıl olmamış, gəldi Minaya. Minada bir xütbə elədi İmam Hüseyin əleyhissalam. Mina xütbəsi ilə məhşurdur bunun ismi. Mina xütbəsi deyirlər buna. Bu xütbə uzun xütbədir. İnşallah Allah nə qədər tövfiq verər bilmirəm, nə qədər nəsib olar inşallah danışarıq bunun haqqında. Birinci hissəsi Həzrəti Əlinin fəzilətlərindən danışır. Kimdir Əli? İkinci hissəsi budur ki, əmr be məruf nəhyəz münkər. Sənin haqqın yoxdur, sən oturub susasan, bəkləyəsən, imamı haçan şəhid eləyərlər, gedib dəfn eləyərəm. Yox, sən yaxşılığa davət etməlisən, kötülükdən çəkindirməlisən, sakındırmalısan insanları. Üçüncüsü, alimlərin vazifələri. Alimlərin vazifələri. İmamı məzlum eləyən ən böyük səbəblərdən biri zəmanəsində əlinə kitab alan dinsiz alimlər idi. Dindən danışırdılar, dinləri yox idi, satmışdılar. Sadəcə minbərləri qalmışdı. Sadəcə əbaları qalmışdı. Dindən əsər əlamət qalmamışdı onlarda. Birinci hissəsi nədir? Əmir-əl-Mümininin fəzilətlərini tanıtdırır İmam Hüseyin ağa. Gəldi Minaya, gördü toplum gəldi, toplaşdı bunun ətrafına. Dedi, gəlin sizə sözüm var. Eşiyələr. Bugün imamın sözün gətirək həyatımıza. Biz həmişə ki deyirik, Aşura məktəbdir, okuldur, yəni orada bitməyib. Sən öz həyatına gətir Hüseynin sözlərin. Buyurdu ki, əmmə bəd, fə innə hâzət tağiyə qəd fəalə bina və bişiətinə ma qəd rəaytum və alimtum və şəhidtum. Amma bu tuğyankar Muaviyyə, duyun məni, bu tuğyankar Muaviyyə, siz gördünüz, elminiz var, şahid oldunuz ki, bizə və bizim şiələrimizə nə yaptı? Tanıyırsınız bu Muaviyyəni, ha? Sizi qandırmasın Muaviyyənin sözləri. Ki, bilirsiniz də, Əhl-i Beytə ki, zülm eləyirdi, Əhl-i Beytin şiələrinin Beytulmaldan haqqın kəsdi. Dünən demişdim bu məsələni. Bunun bir misalı nədir? Sudə binti Əmmarə adlı bir xanım var idi. Əmir-əl-Müminin şəhid olandan sonra ki, bu məlun Muaviyyə xilafəti almışdı əlinə. Gəldi Muaviyyənin yanına, Həzrəti Əlinin çox sevdiyi şəxslərdən biri idi. Əliyə tabi olan şiələrdən biri idi. Gəldi Muaviyyənin sarayına, Muaviyyə gördü bu gəlir, dedi onu 2 gün sarayın qapısında bəklədim. Buraxmayın içəri. 2 gün sarayın qapısında bunu bəklətdi, sonra dedi buraxın gəlsin. Bu içəri girəndən sonra dedi ki, Muaviyyə sənə şikayətim var. Şübhəsiz ki, Allah səndən bizim haqqımızda sorğu-sual eləyəcək. Sən ki, bu taxtı almısan əlivə, Allah səndən sorğu-sual eləyəcək. Sənin tərəfindən bizə öylə yöneticilər göndərilir ki, sənin məqamını yücəldirlər. Fakat bizi əkin biçər gibi bitirlər. Muaviyyəyə deyir. Sən bizə elə valilər təyin eləyib göndərmisən ki, bizi necə əkini biçərlər, bizi elə bitirlər. Bizi hor görürlər, ağır işlərə zorluyurlar, haqqımızı halal eləyir, üzr istəyirəm, qanımızı halal bilir.
malımızı halal bilir, erkəklərimizi öldürür. Sən nəyə baxırsan Muaviyə? Sən bizim haqqımızda sorğu-sual olunacaqsan. Bunlardan biri də Büsr ibn Ərtaddır ki, sən təyin eləmişsən, bizim başımıza oyun açır. Gəl bunu götür günən bizim başımızdan. Muaviyə buna dedi ki, məni mi təhdid edirsən? Qərar verdim ki, səni huysuz bir dəvəyə mindirsinlər. Büsrün yanına aparsınlar. O da sənin haqqında dilədiyi hökmü uygulasın. Gör nə deyir Muaviyə? Düşən, məni təhdid edirsən. Sən istəyirsən Suffeyndəki qisasları məndən alasan, səni huysuz dəvəyə mindirərəm. Huysuz dəvə bilirsiniz də nədir? O ram olmamış dəvə. Onunla deyir səni apararlar. Və ona da tapşıracam səndən necə istəyir elə eləsin. Sudə bir şeir dedi Həzrəti Əlinin haqqında. Buyurdu ki, sallallahu ilahun salli ilahul ala cismin təzəmmənəhu qəbrin. Allahın salamı olsun o cismə ki, qəbr onu özünə zamin, qəbr zamin durdu ona, onu özünə aldı. Gör nə deyir? Fəəsbəhə fihil adlu mədfunən. Deyir, sabah açıldı, onu ilə ədalət də dəfn olundu. O ki, dünyadan köçdü, salam olsun o kişiyə ki, ölümü ilə ədalət də dəfn olundu. Salam olsun o kişiyə. Muaviyə dedi, kimi deyirsən? Məqsədin kimdir? Deyir, bu kişi Əli idi, Əli idi. Mən bir dəfə Əlinin qapısına getmişdim, valilərdən şikayət elədim. Həzrəti Əli namaza başlayacaqdı, amma namazın saxladı hələlik. Dedi, ilahi, məzmunu budur. İlahi, sən şahid ola, mən bunları topluma zülm eləmək üçün göndərməmişəm. Bunlar özündən zülm eləyirlər. Dərhal bir məktub yazdı o valiyə ki, mənim məktubum sənə yetər yetməz, sabırlı ol, səni o işdən alıram. Ədalət və Əli ilə dəfn olundu. Digər kimlər gəlib Əlinin yerində oturub. İmam Hüseyin ağa deyir ki, siz elmizlə bildiniz, şahid oldunuz, gözlərinizlə gördünüz ki, bu Muaviyə bizə və şiələrimizə nələr eləyir. Və inni uridu ən əsəlukum ən şeyin. Cəmaat, mən istəyirəm sizdən bir şey sorum. Nədir? Fə in sədəqtu fəsəddiquni. Əgər doğru deyirəmsə, məni doğruluyun. Təsdiqləyin. Və in kəzzəbtu fəkəzzibuni. Əgər yalan konuşuramsa, məni təksib eləyin. Deyin ki, yalan konuşur. Gör ha, İmam Hüseyin ağa deyir ki, ey toplum, baxın, mən sizə bir söz deyirəm. Əgər yalan konuşuramsa, deyin, yalancısan. Əgər doğru konuşuramsa, məni təsdiqləyin. İsmə'u məqaləti vəktubu qavli. Dediklərimi iyi dinləyin. Yazın sözlərimi. Thummerci'u ilə əmsarikum və qəbailukum. Sonra gedin öz qəbilələrinizin yanına. Fəmən əmintum minən nas və vəsiqtum bihi fəd'uhum ilə ma ta'ləmunə min haqqina. Güvəndiyiniz insanları bizim haqqımıza doğru çağırın. Sizin vazifəvizdir. Siz şübhədə qalmamalısınız. Siz ki, imam aşıqı iddiasını eləyirsiniz, şübhədə qalmamalısınız. Gedin onlara da deyin, gəlsinlər, imamın haqqın difa eləsinlər. Fə inni ətəxəvvəfu ən yadrusa hazəl əmr və yədhəbəl haqq və yuğləb. Mən qorxuram ki, haqq aradan gedər. Narahat olun bunun üçün. Sizin yanınızda ədalətsizlik olanda susmayın. Qorxuram ki, haqq aradan gedər. Düzdür, Allah öz nurun tamamlar. Amma siz vazifələrinizə əməl eləyin. Ənşidukumullah ətə'ləmunə ənə Ali ibn Əbi Talibin kanə əxə Rasulullah. Allahı şahid gətirirəm.
Siz də Allah qarşısında şahidlik edirsinizmi? Peyğəmbər Əlini öz qardaşı seçmişdi. Təsdiq eləyirsiniz. Həynə əxa beynə əshabihi, əshabın arasında qardaş seçirdi hər kəsə. Fə əxa beynəhu və beynə nəfsihi. Əlini də özünə qardaş seçdi Peyğəmbər. Bunu təsdiq eləyirsiniz. Qalu Allahümmə nəam. Hamı dedilər, bəli, qəbul edirik. Qalə ənşidukumullah. Size Allah'a and verirəm. Həl tə'ləmunə ənə Rasulallah iştara mevdi'a məscidihi və mənazilihi vəbtəna. Şahidlik edirsinizmi Allah'ın Peyğəmbərin Mədinədə bir dənə topraq aldı, orada cami tikdi. Orada cami tikdi və 10 dənə ev tikdi orada. Şahidlik edirsinizmi? Onun 9'un ayrı qərar verdi. Birin Əli üçün qərar verdi. Sümmə səddə kulli babin şari'a ilə məscidi qeyrə babihi. Allah bir dənə Peyğəmbər Allahın əmri ilə bir cami tikdi. Evlər camiyə açılırdı, qapılar. Bütün qapıları bağlatdırdı Peyğəmbər birdən-birə camilərə. Bir dənə qapıdan başqa. Bir dənə qapını açıq saxlatdırdı. Dedi ki, onu bağlamayın. Fətəkəlləmə fi zəlikə mən təkəlləm. Başladılar bu haqda Peyğəmbərin haqqında danışmağa ki, Peyğəmbər əmisi oğlunun qapısını saxladı açıq, başqa qapıları bağladı. Peyğəmbər ədalətsizlik eləyir. Gör insanlar nə günə düşmüşdü. Başladılar belə eləməyə. Peyğəmbər buyururdu ki, ma ənə sədəttu bi əbvabikum və fətəhtu babəhu. Mən eləmədim bunu. Allah əmr elədi ki, bütün qapıları bağlayın, bir dənə Əlinin qapısı açıq qalsın. Mən eləmədim bunu. Siz buna şahidsiniz. Allah əmr elədi mənə. Və lakinnəllahə əmərəni. Hamısı dedilər ki, bəli. Biz şahidik buna. Buyurdu ki, Fəvulidə li Rasulillahi və lahu fihi əvladun. O evdə o qədər açıq qaldı camiyə qapılar ki, Peyğəmbərin balaları, Həzrəti Əlinin övladları dünyaya gəldi. Eləmi? Dedilər, evet, qəbul edirik. Əfətələmunə ənə Umar ibn Xəttab hərisə alə quvvətin qədrə aynihi yədəuha fi mənzilihi iləl məscid. Deyir, hatırlayırsınız ki, Ömər bir istəyə düşdü. Ömər bir istəyə düşdü ki, dedi, mənim üçün bir cam açsın, küçük bir cam, mənim də evimdən camiyə cam olsun, mən görüm caminin için. Hatırlayırsınız? Fəəbə aleyhi, Peyğəmbər onu inkar elədi, dedi, olmaz. Əlinin qapısını açıq saxlayan başqalarına dedi ki, yox, bir dənə cam da saxlamağa izniniz yoxdur. Sümmə xətəbə fəqal, sonunda xitab elədi, buyurdu, İnnəllahə əmərəni ən əbniyə məscidən tahirən, lə yəskunuhu qeyri və qeyri əxi və bəyni və bəni. Deyir, Allah mənə əmr elədi ki, bir pak cami tikim, orada mən və Əlidən başqa kimsə yata bilməz, qala bilməz camidə. Onu Allah yalnız Əliyə və mənə izin verdi. Qalu Allahümmə nəam. Dedilər ki, bəli, biz şahidik buna. İmam Hüseyin ağa istəyir ki, bunları ayıltsın. Əli bunu elədi, evet. Əli onu etdi mi? Evet. Hepsin bir-bir onlar üçün xəbər eləyir. Deyir, şahidsinizmi? Qədirxunda Peyğəmbər neçə min, 100 min insanın içində Əlinin əlini qaldırdı, dedi. Əlin, mən kimin mövlasıyamsa, o da onun mövlasıdır. Dedilər, bəli. Bəli. Deyir ki, hatırlayırsınız, Nəsranilər Peyğəmbəri çağırdılar Həzrəti İsa haqqında mübahisə yarananda. Dedi ki, Allah'tan ayə nazil oldu. Siz öz xanımlarınızı gətirin, biz öz xanımlarımızı, siz öz övladlarınızı gətirin, biz öz övladlarımızı gətirək. Siz özünüz gəlin, biz də özümüz gələk. Peyğəmbər kimi apardı? Əlini, Həzrəti Zəhranı.
İmam Həsəni, İmam Hüseyni apardı özü ilə. Dedilər, bəli. Bir sayır ki, insanlar ayılsınlar. Kərbəla baş verməsin. İmam Hüseyin ağanın istəyi nədir? Yəni, Kərbəlada bu müsibətlər baş verməsin. İnsan eləyə bilər də bu müsibətlər baş vermədən xilas olsun. Niyə? Hökman gərək Hüseyin qurban getməlidir. Hüseynin ailəsi məzlum olmalıdır ki, biz ayılaq. Hökman gərək Peyğəmbərin ailəsi əsir olmalıdır ki, biz ayılaq. Onun üçün Allah Quranda deyir ki, Allahı unutmayın. Hər zamanda xatırlayın. Allahı unutsuz. Allah sizin özünüzü özünüzə unutdurar. Dərs alın bunlardan. İmam Həsəndən dərs almadınız. Həzrəti Əlidən dərs almadınız. Əmirəl-Müminin elə məzlum oldu, sanki Xəndəkdəki Əli deyil bu Əli. Sanki Peyğəmbərin yanında yatan Əli deyil bu Əli. Xeybərin Fatihi deyil sanki bu Əli. Niyə bu qədər süstsüz? Niyə bu qədər səssizsiz? Niyə şübhəyə düşmüsünüz? Siz bilmirsiniz ki, Muaviyyə ilə Peyğəmbərin balası aynı deyil? Siz bilmirsiniz ki, Muaviyyə nə qədər hiləgərdir? Yezid kimi şərabxor birini gətirib qoyub xəlifə, siz də susmusunuz. Bugün tətbiq eləyin bunu. Bugün bizim vəzifəmizdir bunu tətbiq eləmək. Yezidlər gəlib qalıb İslam adı ilə başda, bəzi namaz qılanlar deyirlər ki, onlarla işiniz olmasın. Hələ gözlə, hələ düzələr. Bu namaz qılanların o Muaviyyənin arxasında namaz qılanlardan fərqi yoxdur. Sadəcə surətlər dəyişib. İmam Hüseyin ağa niyə qiyam eləyirdi ki? İmam Hüseyin ağa qiyam eləyirdi ki, başda şərabxor qalmamalıdır. Namaz qılanın yanında şərabxora lənət oxuyursan, o qalır adamın gözünü çıxarsın. Niyə? Çünki toplum susqundur. Toplum bunlara arxa durur. Toplum bunlara susur. Nə qədər sussalar, elə Hüseynlər şəhid olar. Və onlar Yezid kimi xəlifələrə möhtac olacaqlar. Və Yezid zaman gələcək, Hirrədə onların namusun halal eləyəcək. Bilsinlər bunu. Buna susanlar bilsinlər. Zaman gələcək, Yezidin yolun gedənlər bunların namusun özünə halal eləyəcək. Vallahi də eləyəcək, billahi də eləyəcək. Siz susun. Görün hələ nələr olacaq tarixdə. Ayılmayan insan demək ki, Aşuradan dərs almayıb. İmam Hüseyin ağa xütbəni oxuyur, uzun xütbədir. Mən qısa bir hissəsini dedim. İnsanları ayıltmaq üçün yenə dönür Mədinəyə. Yenə fəaliyyət göstərir. Muaviyyə cəhənnəmə vasıl olandan sonra görür, yox, toplumdan bir xəbər yoxdur. Mədinədə qalmaq təhlükəlidir, gedir Məkkəyə. Gəlir Allahın evinə, görür, yox, Allahın evində də qalmaq təhlükəlidir mənim üçün. Küfəlilərin məktubu gəlir ki, gəl biz Küfədə səni qarşılayarıq. İmam Hüseyin ağa gördü ki, yox, sözlə toplum anlamır. Sözlə anlamayan toplum susacaq, imamı şəhid olandan sonra ayılacaq və fayda verməyəcək. Yola düşür Mədinəyə, üzr istəyirəm, yola düşür Küfəyə doğru gəlir, Muhərrəmin 2-ci günündə bir yerə çatır. İmam Hüseyin ağa gəlir, çatır Kərbəlaya ki, şiələrin xilas eləsin, ki, şiələrin bəlalardan xilas eləsin. Kərbəlaya çatanda görür ki, at yerimir. Dəvə yerimir. Nə qədər hərəkət eləyir, görür, yox. Nə qədər hərəkət elətdirir, görür, yox, yerimir. Deyir, nəsə burada bir qəribəlik var. Nəsə burada bir qəribəlik var.
Biraz çalışandan sonra görür ki yok mümkün değil. Deyir ki bura haradır? Buranın yerini soruşur. Dediler bura Qadiriyədir. Dedi bunun həllaha ismun qeyri haza. Bunun için başka bir isim de var mı? Dediler bəli bura Neynəva da deyərlər. Dedi yo buranın başka ismi de var mı? Dediler bura Şatul Ferat da deyərlər. Feratın sahili de deyərlər bura. Qale hallaha ismun qeyri haza. Dedi bundan başka da ismi var buranın. Qalı summiyə bi Kərbəla. Bura Kərbeladır Hüseyin. Dedi eğer Kərbeladısa o zaman düşün. Cəddin Peyğəmbər bura haqqında mənə xəbər vermişdi. Mənə xəbər verilib bura haqqında. İnzilu düşün enin atlardan. Hahuna tusfaku dimauna. Burada bizim qanlarımız axacaq. Hahuna vallahi tuhtaku harimuna. Burada bizim hürmetimiz sındırılacaq. Düşün. Hahuna vallahi tuqtalu ricaluna. Vallahi burada bizim kişilerimizi öldürəcəklər. Vallahu tuzbahu adfaluna. Vallahi burada bizim körpələrimiz görürəm şəhid olacaq. Boğazları kəsiləcək burada. Bu necə bir yerdir? Allah Hüseyni burada məzlum eləyəcəklər. İstədik qayıtsınlar oradan. Hür gəldi qabağa dedi yox qoymaram. Mənə əmr gəlib ki geri dönmək yolunuz yoxdur. Dedi Hür anın yasında otursun. Peyğəmbərin balasını qoymursan geri də dönsün. Hür dedi ki ya Hüseyin anan Həzrəti Zəhradır. Ona görə bir söz deyə bilmərəm sənin anıfa. Peyğəmbərin qızına mən heç nə deyə bilmərəm. Amma mənə əmr olunub ki, səni qoymayım. Deyirlər, bu söz səbəb oldu Hürrün xilas olmağına. Aşura günü İmam Hüseyin ağa nida eləyirdi. Əmə min muğisin yəğisuna li vəcihillah. Görə, Peyğəmbərin balası çağırır ki, bir kişi yoxdur Peyğəmbərin balasını xilas eləsin, kömək eləsin. Əmə min zabbin yazubbu an hərəmi Rəsulillah. Bir kişi yoxdur içinizdə Peyğəmbərin hərəmin qorusun. Gördülər Hür gedir o tərəfə, bu tərəfə. Hür gedir o tərəfə, bu tərəfə. Gördü o Hür dözə bilmədi. Dedi ki, ni uxayyira nəfsi beynəl cənnəti və nar. Sanki özümü cənnətlə cəhənnəmin arasında hiss eləyirəm. Vallahi la əxtaru alə nəfsi illa cənnə. And olsun Allah'a özümü cənnətdən başqa heç nəyə vermərəm. Gördülər Hürmündə atına qaça-qaça gedir Həzrəti Hüseynin qapısına. Fətub aleyyə fəqəd ərəbtü qulubə əvliyaq. Ey Peyğəmbərin balası nə olar məni bağışla. Gördülər qışqırır ey Peyğəmbərin balası. Sənin ailəvə əziyyət verdim nə olar məni bağışla. Bir yalı yola çatanda elə ki yola düşdü. Başladı çəkmələrini çıxarmağa. Biraz gəldi əmmaməsini çıxardı qoydu yer. Biraz geldi zirəhin attı yere. Atından düşmüştü geldi İmam Hüseyin'e çatanda dedi. Esselamu aleyke ya Ebu Abdullah. Halli min tövbe. Mən ki bu qədər günah elədim. Mənim tövbe eləmək şansım var ise. İmam Hüseyin ağa geldi qabağa dedi. Hür gel, hür gel. Ne kadar günah da eləsin başka qapıya getmə. Gəl səni bağışlayıram Hür. Deyir Hür savaş başlayanda dedi mən bu misafirlərin zaminiyəm. Düzdür mən qoymadım getsinlər. Amma vallah qoymaram mənim canım nə qədər sağdır. Peyğəmbərin balalarının xeyməsini yandırasız.